Qürur və qəlb, şirin əfsanəsi uzaq illər əvvəl Azərbaycanın geniş və sərt təbiəti arasında yerləşən qədim bir kənddə taleyin toxunduğu hər bir canlı kimi həyatın həm acı, həm də şirin tərəfləri var idi. Bu kənddə insanlar nəsillər boyunca keçmişin ənənələrini və mədəniyyətini qoruyaraq qəlblərində böyük arzularla yaşayırdılar. Kəndin mərkəzində köhnə çinar ağaclarının sərin kölgəsində toplaşan sakinlər həyatın mənası üzərində düşünərkən hər kəsin içində bir şir kimi vəhdət və qürur gizlənirdi. Kəndin başçıları arasında müdrik və mərhəmətli Nəriman bəy var idi. O, xalqının həm qoruyucusu, həm də öyüd nəsihətçisi idi. Nəriman bəyin yanında onun qızı Fəridə də var idi. Fəridə kəndin ən gözəl və zəkalı qızı sayılırdı, amma ürəyində həyatın gizli sirlərini axtaran, böyük arzular daşıyan bir gənc qız idi. Hər gün səhər günəşin ilk şüaları ilə ucalan dağların qoynunda gizlənən sirlər kimi Fəridə də öz arzusunun izini sürürdü. Kəndin ətrafında çox uzun illərdir ki, insanlar tərəfindən Şirinə adlandırılan bir əfsanə dolaşırdı. Bu, təkcə bir ad deyil, həm də qürurun və cəsarətin simvolu idi. Əfsanəyə görə dağların ətəyində uzaq bir vadidə nəhəng bir şir, gücü, qüruru və əbədi azadlığı ilə yaşayırdı. O, heç vaxt kiminsə hökmranlığına tabe olmur, öz qanunlarını yaradırdı. Kənd əhlinin çoxu bu hekayəyə inanır, onu təbiətin möcüzəsi, qəlbdə yatan azadlığın canlı təcəssümü kimi görürdülər. Bir gün kəndin sərhədlərinə yaxın, yağışın son damlalarının hələ torpağı islatdığı soyuq bir səhər, Rahim adlı cəsur gənc qoyun sürüsünü otlatmağa çıxmışdı. Rahim, Nəriman bəyin yaxın dostu və kəndin sayğılı üzvlərindən biri idi. Onun ürəyi daima macəralara və həyatın dərin mənalarını axtarmağa can atırdı. Səhər-səhər dağ yollarında gəzərkən qəlbində qəribə bir səs eşitdi, adeta təbiətin özündən gələn hüzünlü və dərin bir çağırış. Bu səs onu gözlənilməz bir macəraya aparacaqdı. Rahim, səsin mənbəyini tapmaq ümidi ilə yolda irəlilədi. Yol boyu keçdiyi meşəlik ərazilər, dağ yamacları və çay kənarları onun qəlbində nəhəng arzuların toxumunu əkməyə başladı. O, özünü bir anlıq keçmişin qəhrəmanları kimi hiss etdi, onların qəhrəmanlıqlarını, kədər və sevinç dolu həyatlarını xatırladı. Hər addımında o, Tolstoyun nəsr üslubunun gətirdiyi dərin insan təfəkkürünü hiss edir, həyatın həm acı, həm də şirin tərəflərini özündə birləşdirən əbədi suallarla qarşılaşırdı. Nəhayət, Rahim özünü geniş bir düzlükdə tapdı. Burada tək-tənha bir dağ yamacında mistik bir atmosfer hakim idi. Sanki zaman burada dayanmış, həyatın hər anı bir-birinə qarışmışdı. O, gözlərinə inanaraq uzaqda qürurlu bir siluetin süzülüşünü gördü. Bu, nağıl kimi nəhəng bir şirin idi. Şirin, mavi gözləri və qalın quyruğu ilə əzəmətli görünüşündə sanki taxtını təmsil edirmiş kimi ətrafı izzətləndirirdi. Bu anın möhtəşəmliyi hər kəsi sakitləşdirən bir tənha güc daşıyırdı. Rahimin ürəyində həm qorxu, həm də heyranlıq duyğuları qarışırdı. O, uzun illərin əfsanələrinin reallığa çevrildiyini görürdü. Şirin hər hərəkətində həm sərt, həm də mərhəmətli idi, sanki təbiətin öz qanunlarını insanlara çatdıran bir xəbərdarlıq kimi. O, Rahimə doğru yaxınlaşanda sanki iki varlıq, insan və təbiətin canlı simvolu arasında görünməz bir əlaqə yarandı. Bu əlaqə insanın qəlbindəki azadlıq arzusu ilə təbiətin sərbəst ruhunun birləşdiyi an idi. Rahim, ürəyindəki təəccüb və ehtirasla şirə yaxınlaşmağa qərar verdi. O, sakit addımlarla yaxınlaşdı və ətrafdakı hər bir səsi diqqətlə dinlədi. Bu anlarda kəndin qədim nağılları, şairlərin və müdriklərin sözləri onun zəkasında canlandı. Hər bir söz sanki dağların, çayların və meşələrin sirlərini özündə daşıyırdı. Rahim, şirin yanında dayanıb, uzun müddət onun əzəmətinə və həyatın mənasına dair suallarını içində saxladı. Bir neçə dəqiqə sükutdan sonra şirin başını qaldırdı və Rahimin baxışlarına dərin və anlayışlı bir ifadə ilə cavab verdi. Bu an iki fərqli dünyanın, insanın düşüncələri ilə təbiətin əsrarəngiz ruhu, bir-birinə qovuşduğu unudulmaz bir görüş idi. Rahim, özündə bir inam və cəsarət hiss edərək şirinlə göz-gözə gəldi. Hər iki canlı arasında sanki zaman və məkan yox oldu, yalnız qarşılıqlı anlayış və ehtiram qaldı. Rahimin qəlbində yaranan bu dərin hisslər kəndə qayıtdıqdan sonra da unudulmadı. Nəriman bəy və digər kəndlilər onun gözlərindəki dəyişimi dərhal hiss etdilər.
Rahim, kəndin böyük toplantılarında Şirinlə olan qarşılaşmasının, təbiətin dərin sirlərini və insan qəlbinin əbədi axtarışını ətraflı təsvir edirdi. O, hər kəsə deyirdi ki, təbiət insanlara yalnız gözəllik deyil, həm də həyatın mənasını öyrədir. İnsanların içindəki azadlıq, qürur və mübarizə arzusu sanki o Şirinlə birləşərək kəndin hər küncünə yayılırdı. Fəridə atasının və dostlarının sözlərindən ilham alaraq öz daxili aləminin sərhədlərini araşdırmağa başladı. O, kəndin kənarındakı qədim kitabxanalardan, nəsillərin xatirələrində, tarixdə itirilmiş hekayələrdə öz ruhunun izlərini axtarırdı. Hər səhər o, çayın səsi ilə oyanır, dağların ucalığından gələn küləklə düşüncələrini isindirirdi. Fəridə üçün hər an sanki həyatın mənasını yenidən tapmaq üçün bir fürsət idi. Kəndin içində yaşayan digər insanlar da öz həyat yollarında hər biri fərqli talelərlə dolu, bir-birindən ayrılmaz qürur və qəlb hissləri ilə yaşayırdılar. Kəndin ağsaqqalı olan Hacı Qurban həyatın keçiciliyini və insanın içindəki əbədi sevgini öz gözlərində əks etdirirdi. O, uşaqlara və gənclərə təbiətlə ahəng içində yaşamağın, təbiətin sirlərini anlamağın və qəlbinin dərinliyinə enməyin vacibliyini öyrədirdi. Bir axşamüstü kəndin dar küçələrində toplanan insanlar səssizcə gün batımını izləyirdilər. Göydə al-qırmızı rənglərlə boyanmış bir səma yer üzündəki hər kəsi öz sehrinə salırdı. Bu an kəndin hər küncündə yaşayan insanlar üçün dərin bir mənəvi təcrübə idi. Onlar bilirdilər ki, həyatın hər bir anı sanki o qədim Şirinlə qarşılaşdıqda hiss olunan o dərin sükut kimi qiymətsiz və əbədi idi. Bu axşamdan sonra kənddə bir sıra dəyişikliklər baş verdi. İnsanların qəlbindəki azadlıq və qürur hissi təkcə şəxsi həyatda deyil, həm də kəndin ümumi həyatında özünü göstərməyə başladı. Hər kəs həyatın dərin mənasını, təbiətin sirlərini və insanın özünə məxsus gücünü daha yaxından hiss edirdi. Nəriman bəy kəndin ən böyük toplantısında insanlara belə deyirdi: həyat təbiətin qoyduğu əbədi qanunlara tabe olan, amma bizim qəlbimizdə yaşanan azadlıqdır. Şirin yalnız bir heyvan deyil, o bizim içimizdəki əbədi güc və qürurun simvoludur. Bu sözlər kəndin hər küncünə yayıldı və insanlar həyatın çətinlikləri ilə mübarizə apararkən belə bir-birinə daha çox dəstək olmağa başladılar. Gənclər kəndin sərt yollarında, dağların ətəyində öz arzularını axtarır, yaşlılar isə keçmişin müdrik təcrübələrini gələcək nəsillərə ötürürdülər. Fəridə öz həyat yolunda həm Şir ilə olan görüşün, həm də kəndin tarixi və mədəniyyətinin sirlərini araşdıraraq bir gün özünün də böyük bir müəllim olacağına inanırdı. Beləliklə, kəndin həyatı, təbiətin möcüzələri ilə insanın qəlbindəki azadlıq və qürurla bir-birinə qarışaraq sonsuz bir nağıl kimi davam edirdi. Hər bir insanın içində gizlənmiş bir Şirin vardı, həyatda mövcud olan cəsarət, sevgi və əzmkarlıq. Bu nağıl nəsildən nəsilə ötürülərək gələcək nəsillərə də ilham mənbəyi olacaqdı. Yıllar keçdikcə kənddəki həyat daha da zənginləşdi. Gənclər kəndin tarixi və mədəni irsini qorumaq üçün bir araya gəldi, yerli adət-ənənələri yenidən dirçəltmək üçün çalışdılar. Hər bayramda, hər toplanışda o qədim Şirin əfsanəsi yenidən danışılır, insanların içindəki o ilahi hisslər, azadlıq arzuları yenidən canlandırılırdı. Nəriman bəy və onun kimi müdrik insanların öyüdləri, kəndin ürəyində əbədi iz buraxdığı bu iz hər bir insanın qəlbində həyatda irəliləmək üçün motivasiya kimi qaldı. Bu hekayənin sonunda kəndin sakinləri öyrəndilər ki, həyat yalnız maddi zənginliklə ölçülmür. Həyat, qəlbdə yaşayan dərin hisslər, azadlıq arzuları, təbiətin sükutlu gözəlliyi və bir-birinə göstərilən mərhəmətdən ibarətdir. Şirin, kəndin qürur simvolu olaraq yalnız bir heyvan deyildi, o, insanın özündə gizlənən əbədi mübarizə ruhunun və dərin sevginin canlı simvolu idi. Bu əfsanə Azərbaycan torpağının genişliyində dağların sərt üzü ilə meşələrin yumşaq hüzurunu bir araya gətirərək hər kəsə həyatın əsl mənasını xatırlatdı. O gündən etibarən kəndin hər bir sakini Şirə baxaraq həyatın gözəlliyinin, qürurunu və qəlbdəki azadlıq ruhunu bir daha hiss etdi. Beləliklə, kəndin tarixi və mədəniyyəti hər zaman özündə o dərin, sarsılmaz ruhu daşıdı və gələcək nəsillərə ümid dolu bir miras olaraq qaldı. Hekayəmiz burada bitmir, çünki hər insanın həyatında öz içində bir Şirin var. Hər birimiz qarşılaşdığımız çətinliklərə baxmayaraq qəlbimizdəki azadlıq və qürurla öz yolumuzu seçir və hər addımımızda əbədi sevgi və mərhəmət axtarışındayıq. Azərbaycanın bu qədim kəndində yaşayan hər kəsin hekayəsi sanki böyük Tolstoy romanından bir səhifə kimi həyatın həm şirin, həm də acı tərəflərini əks etdirərək bəşəriyyətin ən dərin sirlərini ortaya qoyurdu.
Beləliklə, qürur və qəlb bir araya gələndə həyatın hər anı özündə sonsuz bir əfsanə daşıyır. Şirin, həm təbiətin, həm də insanın içindəki güc və cəsarətin simvolu, hər kəsin qəlbində bir ümid işığı olaraq qalır. Hər dəfə o qədim dağ yollarında, çayların kənarında və meşələrin sükutlu gözəlliyində kəndin sakinləri bu əfsanəni yad edirdilər və gələcəyə ümidlə baxırdılar. Bu əfsanə Azərbaycanın hər küncündə, hər bir ürəkdə yaşayan və ömür boyu unudulmaz qalan bir nağıl kimi əbədi olaraq danışılacaq, yaşadılacaq və yeni nəsillərə ötürüləcəkdir. İnsanların içindəki o qürur, o sevgi və o azadlıq hissi hər zaman təbiətin və həyatın sonsuz möcüzəsi olaraq qalacaq, hər birimizə öyrədəcəkdir ki, həyatda ən qiymətli olan insanın öz qəlbində gizli olan o əbədi gücdür.